الحمد لله رب العالمين إله الأولين والآخرين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه والتابعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي وزدنا علما. أما بعد فالسلام عليكم ورحمة الله وبركاته. Əziz müsəlmanlar, Allah Azze ve Celle nasip ederse bir məsələ barəsində əlimdən gəldiyi qədər qısa danışmağa çalışacağam. Bu günlərdə bir qardaşımız bir mövzu üzərində danışıb. O da ümmətimizdən bəzi toplumların, bəzi qrupların, xristiyanların, nəsranilərin yəni bölündüyü kimi bölündüyünü, parçalandığını zikr edib, onlardan örnəklər verərək bu məsələni qınamışdır. Bunun üzərinə də bölünüb parçalananlardan bəzi zümrələr hücum ediblər qardaşa. Hətta bəziləri fiziki olaraq təhdid etməklə məşğuldurlar. Sanki bununla haqlı çıxacaqlar, yəni vuraram, öldürərəm, asaram, kəsərəm. Yəni bunu deyəndə sanki bunlar haqlı çıxırlar. Burada onu demək istəyirəm ki, məsələ burada həmin qardaşın o sözü deyib deməməsi deyil. Yəni mən onu qardaş deyib deyə sözünü dəstəkləyəcək deyiləm. Haqq deyilən kimsənin sözü dəstəklənir, çünki söz haqdır. Onun üzərində inşallah Allah Azze ve Celle nasip ederse yani iki hadis okuyacağım. İlk hadisimiz İmam Ahmed ve diğerlerin rahmetullahi aleyhim ecmaîn rivayet ettiği hadis-i şeriftir. İmam Ahmed deyir ki, haddesena İbn Abi Zibin an Sa'idin el-Makburiyi an Abi Hurayrata enne Resulullah sallallahu aleyhi ve sellem kal لا تقوم الساعة حتى تأخذ أمتي مآخذ الأمم والقرون قبلها شبرا بشبر وذراعا بالذراع. قالوا يا رسول الله كما فعلت فارس والروم؟ قال وهل الناس إلا أولئك. وفي رواية حدثنا حجاج أخبرني ابن جريج أخبرني زياد بن سعد عن محمد بن زيد بن المهاجر بن قنفذ عن سعيد بن أبي سعيد المقبري عن أبي هريرة عن النبي صلى الله عليه وسلم قال والذي نفسي بيده لتتبعن سنن الذين من قبلكم شبرا بشبر وذراعا بالذراع وذراعا فذراعا وباعا فباعا حتى لو دخلوا جحر ضب دخلتموه. قالوا ومن هم يا رسول الله؟ أهل الكتاب. قال فما. وفي رواية حدثنا أحمد بن يونس حدثنا ابن أبي ذئب عن المقبوري عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال لا تقوم الساعة حتى تأخذ أمتي بأخذ القرون قبلها شبرا بشبر وذراعا بذراع. فقيل يا رسول الله كفارس والروم؟ فقال ومن الناس إلا أولئك. Yani İmam Ahmed'den iki rivayet okudum. İmam Bukhari'den de bir rivayet okudum sizler için. İmam Ahmed buyurur ki bize Ramh danıştı, bize İbn Abi Zib danıştı. Sa'id el-Makburi'den, Ebu Hureyre'den Resulullah sallallahu aleyhi ve sellem buyurdu. Ümmətim özündən əvvəlki ümmətlərin və dövrlərin gedişatını, yəni yolunu, üslubunu, özünə yol, yaşam tərzi olaraq qarış-qarış, ərəş-ərəş götürmədikcə saat qopmayacaqdır. Onlar dedilər, ya Resulallah, Farslar və Rumların etdiyi kimi, o dedi, insanlar onlardan başqasıdırmı? Bu hədis İmam Əhmədin müsnədində 8291 nömrəli hədisi. Digər rivayətdə bizə Həccar danışdı, mənə İbn Cüreyc xəbər verdi, mənə Ziyad ibn Sa'd xəbər verdi, Muhammed ibn Zeyd ibn Muhacir ibn Qunfuzdan, Sa'id ibn Əbi Sa'id el-Makburidən, Əbu Hureyrədən, Nəbi sallallahu aleyhi və səlləmdən dedi. Nəfsim əlində olana and olsun, sizdən əvvəlkilərin sünnətlərini, yəni yollarını qarış-qarış, ərəş-ərəş, qulac-qulac izləyəcəksiniz. Hətta onlar kərtənkələ yuvasına girsələr, siz də ora girəcəksiniz. Dedilər, onlar kimdir ya Resulallah? Əhli kitabdır. Resulullah sallallahu aleyhi ve sellem buyurdu. Başqa kim olacaq?
İmam Əhmədin Müsnədində 8322 nömrəli rivayətdir. İmam Buxarinin səhihində isə 7319 nömrəli hədisi bir daha oxuyum sizin üçün. İmam Buxari buyurur ki, rəhmətullahi aleyh, bizə Əhməd ibn Yunus danışdı, bizə İbn Əbi Zeyb danışdı, Əl-Məqburidən, Əbu Hureyra radiyallahu anhudan, Nəbi sallallahu aleyhi və səlləmdən dedi. Ümmətim əvvəlki dövrlərin gedişatını qarış-qarış, ərəş-ərəş, yəni onların yolunu, üslubunu özünə yol, yaşam tərzi olaraq götürmədikcə saat qopmayacaqdır. Deyildi ki, ya Rasulallah, Farslar və Rumlar kimi dedi, insanlar onlardan başqa kimdir ki? İmam Buxarinin rəvat etdiyi başqa bir hədis də vardır. Buyurur ki, Həddəsənə Səid ibn Əbi Məryəm, Həddəsənə Əbu Qassan, qalə Həddəsəni Zeyd ibn Əsləm, an Ata ibn Yəsər, an Əbi Səidin radiyallahu anhu, ənnə Nəbiyyə sallallahu aleyhi və səlləmə qal, lətəttəbi'unnə sənənə mən qablikum, sənənə mən qabləkum, şibran bi şibrin və zira'an bi zira', həttə ləv sələku cuhra dabbinləsələktumuh. Qulna ya Rasulallah, əl-Yahuda və Nasara, qalə fəmən. Bizə Səid ibn Əbi Məryəm danışdı, bizə Əbu Qassan danışdı, dedi. Mənə Zeyd ibn Əsləm danışdı, Ata ibn Yəsərdən, Əbu Səid radiyallahu anhudan. Nəbi sallallahu aleyhi və səlləm demişdir. Sizdən əvvəlkilərin sünnətini qarış-qarış, ərəş-ərəş izləyəcəksiniz. Hətta onlar kərtənkələ yuvasına girsələr, siz də ora girəcəksiniz. Dedi ki, ya Rasulallah, Yəhudi və Nəsranilər, yəni onları mı qəsd edirsən? O dedi. Başqa kim? Bu da İmam Buxarinin səhihində 3456 nömrəli hədisdir. Hədisi İmam Tayalisi, İmam Əhməd, Buxari, İmam Müslim və İbn Hibban rivayət etmişlərdir. Tərcümədə verdiyimiz ərəş kəlməsi biləkdən dirsəyə qədər olan uzunluğa deyilir. Yenə İmam Buxarinin səhihindən bir rivayət oxuyaq. حدثنا أبو اليمان أخبرنا شعيب عن الزهري قال سعيد بن المسيب أخبرني أبو هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال لا تقوم الساعة حتى تضطرب أليات نساء دوس على ذي الخلصة وذو الخلصة طاغية دوس التي كانوا يعبدون في الجاهلية. Bizə Əbul Yəmən danışdı, bizə Şuayb xəbər verdi, Əz-Zuhridən dedi, Səid ibn Müseyyəb dedi, mənə Əbu Hüreyrə radiyallahu anhu xəbər verdi ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir. Davsun, yəni Davs qəbiləsinin qadınlarının budları və ya arxaları, yəni o əliyyət kəlməsi o anlama gəlir. Zul xalasada, onun ətrafında, yen yörəsində titrəmədikcə, tərpənmədikcə, yəni oynamadıqca saat qopmayacaqdır. İmam Buxarinin səhihində 7116 nömrəli hədisdir. Hədisi İmam Əhməd, Buxari və Müslim rəvayət etmişdir. Bu oxuduğumuz hədis şəriflərdən bizlərə aydın olan nədir? Rasulullah sallallahu aleyhi və səlləm bizlərə, bizdən əvvəlki ümmətlərin, yəni Farsların, Rumların, Xristiyanların, Yahudilərin yollarını addım-addım, qarış-qarış izləyəcəyimizi xəbər vermişdir. Hətta onlar kərtənkələ yuvasına girsələr də, bizlərin də ora girəcəyini bildirmişdir. Hətta Davs qəbiləsi, yəni Davs qəbiləsi Əbu Hüreyrə radiyallahu anhunun, yəni içindən çıxmış olduğu qəbilədir, onun qəbiləsidir. Və həmin qəbilə günümüzdə də var. Və onların, yəni qadınlarının zamanı gəldiyində, yəni cahiliyyət dönəmində onların tağutu olan Zulxalasan ətrafında, yəni dolaşacağını, dövr edəcəyini bizə xəbər vermişdir. Yəni bu qardaşın da dediyi, yəni zaten bu hədislərdən, yəni yola çıxaraq dediyi bir şeydir. Bu qardaş bunları zikr edəndən sonra yəni ixtilaf və təfriqə əhli, yəni hücum edir ki, sən bizi xristiyan etdin, sən bizi xristiyanlara bənzətdin və s. və s. Yəni sizin etirazınız hədisədir. O qardaşa deyil. Yəni burada deyilən şeyləri özünüzə aid edirsinizsə, demək ki, sizdə bu əlamətlər var. Aid etmirsinizsə, niyə danışırsınız? Siz xristiyanlar kimi, yəhudilər kimi, Rumlar, Farslar kimi etmirsinizsə, Quran və sünnətə sarılmırsınızsa, heç bir bidət etmirsinizsə, niyə bu sözü özünüzə götürürsünüz? O sözdən biz niyə narahat olmuruq? Çünki biz o sözdən özümüzə pay götürmürük. Çünki bizim orada deyilən şeydən biz payımız yoxdur. Yəni biz onların etdiyi bir şey etmədik. Bu hədis-i şərifdən yola çıxaraq aleyhissalatü vesselam
gələn, ondan gələn vəzifə yola çıxaraq qardaş bir nəsihətdə bulunub, təsbit etdiyi bir durumu zikr edib ki, onlar necə edirlərsə, siz də elə edirsiniz. Yəni burada hücum etməklik bir şey yoxdur. Qaldı ki, adamın sözünü yanlış olaraq görürsünüzsə, yanlış olaraq qəbul edirsinizsə, onun yanlış olduğunu şəriətlə isbat edin. Quran və sünnətlə isbat edin. Alimlərinizin, şeyxlərinizin kəlamı bizə hüccət deyildir. Yəni burnunuz yerə sürtülsə də, qəzəbinizdən ölsəniz də bizim üçün hüccət deyildir. Allah və Rəsulunun kəlamı hüccətdir. Biz onunla danışırıq. Yəni sizin hücum etməyiniz, yəni bıçaqlayaram, vuraram, hədələməyiniz və s. sizi əsla və qətiyyən haqlı çıxarmaz. Əksinə sizin haqsız olduğunuzu, batil üzərində olduğunuzu, haqqın qarşısında aciz olduğunuzu sizin öz dillərinizlə isbat edir. Yəni bir insan birini gedib vurmaqla haqlı mı olur? Yəni onu döyməklə haqlı mı olur? Yəni belə olmuş olsaydı dünyada yeganə haqlı zümrə, haqq danışan zümrə qolu zorlular olardı. Belə deyil amma. Yəni ona görə də hədis-i şərifdən ibrət almaq yerinə, nəticə çıxarmaq yerinə, hədis-i şərifdə bizlərə verilən hikmətləri mənimsəmək, onlardan nəticə çıxarmaq yerinə haqq sözü deyən insanlara hücum etmək, hədə-qorxu gəlmək haqq əhlinin işidir. Bu olsa yalnız və yalnız batil əhlinin işidir. Və onu da bilin ki, nə qədər ki yaşayırıq, Allah və Rəsulü nə deyibsə, Quran və sünnət nə deyibsə, Allahın izni ilə nəfəsimiz gedib gəldiyi müddətcə bunu deyəcəyik. Kimin xoşuna gəlsə də, kimin xoşuna gəlməsə də, bu bizi maraqlandırmır. Biz insanların razı olmasını güdmürük. Biz haqq sözü deyərik. Kim razı olacaqsa, haqq sözdən razı olmuşdur. Kimdən razı olmayacaqsa, haqq sözə razı olmayıbdır. Bizi maraqlandırmır. Bizə düşən haqq kəlməni deməkdir. Və axiru davana enelhamdülillahi rabbil alemin.